Döner seven biri olarak bugün sizlerle birlikte dünyanın en dadlı dönerlerinden birini hazırlamak istedim. Bunun için ilk olarak 1 kilogram civarında filemizi yaxşıca doğrayırıq. Daha sonra ise sosu için 2 adet pomidorumuzu soyup blendera yerleştirip üzerine 1 yemek kaşığı tomat veya biber pastası, duz, kırmızı istiot, 4 diş sarımsaq, yarım stakan yağ ve mütləq şəkildə kək otu əlavə edib, yaxşıca blenderdan keçirdib, hazırlamış olduğumuz ətin üzərinə əlavə edib, tavada 15-20 dəqiqə qapağı açıq şəkildə qarışdıra-qarışdıra qovururuq. Döner hazırlamağı da yeməyi də çox sevən biri olaraq hər dəfəsində fərqli üsullarda dönərlər hazırlamağa və həmçinin bunu sizlərlə də paylaşmağa çalışıram. Ümid edirəm ki, hazırladığım videolar xoşunuza gəlir. Əgər videolarımı bəyənirsinizsə, mütləq şəkildə kanalıma abunə olun, videolarımı like etməyi və izləməyi unutmayın. Ətimiz bişənə qədər isə biz keçirik salatımızı hazırlamağa. Bunun üçün 1 ədəd qırmızı soğan, 1 dəstə cəfərini yaxşıca doğrayırıq. Soğanlarımızı aypara şəklində kəsdik. Daha sonra əgər kimsə çörəkdə yeyəcəksə, onun üçün çörəyimizi bölürük. Bu çörəkdə imенно bu dönər çox qəşəng alınır. Ona görə də mən bu formada çörəkdən istifadə etdim. Çörəyimizin içərisini oyuruq. Daha sonra isə içərisinə mayonez yerləşdirib, bol-bol mayonez əlavə edib, yaxşıca hər tərəfinə yayıb və doğramış olduğumuz cəfəri, soğanı içərisinə yerləşdiririk. Qeyd edim ki, mən yoldaşım üçün çörəkdə dönər hazırladım. O lavaşda dönər xoşlamır və özüm üçün lavaşda hazırladım. Özüm üçün hazırlamış olduğum dönərin içərisinə qırmızı kələm turşusu əlavə etdim. Qeyd edim ki, qırmızı kələm turşusu dönərə çox qəşəng yaraşır. Təəssüf ki, mənim yoldaşım yemədiyi üçün onun dönərinə əlavə edə bilmirəm. Əgər sizin də mənim kimi qırmızı kələm turşusuyla heç bir probleminiz yoxdursa, mütləq əlavə edin. Çünki çox-çox qəşəng yaraşır, çox maraqlı dad qatır. Və lavaşımın içərisinə kələm turşumu da əlavə etdikdən sonra ətin videoda da gördüyünüz şəkildə bişib, çox qəşəng suyu çəkilib, yağına düşüb, həm yağlı olduğuna görə sulu görsənir. Ətlərimi də lavaşlarımın və çörəyimin içərisinə yerləşdirib, yaxşıca hər tərəfini bükürəm və əvvəlcədən isitdiyim tosterdə 2-3 dəqiqə saxlayıram. Bu şəkildə dönərim artıq hazırdır. Hazırlayan hər kəsə indidən nuş olsun. Videoma like etməyi və kanalıma abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək hələlik.